Mətbəxdə şov. Nyam, nyam. Salam, hər vaxtınız dadlı və ləzzətli olsun. Əziz nənələr, babalar, analar, atalar, şirin şəkər balalar. Salam əziz izləyicilərim, bugün sizinlə dadlı cemli pirog hazırlayacağım. İlk öncə bizə otaq temperaturunda olan 250 qramlıq çörək yağı lazımdır və bunu biz çəngəllə əzirik. Üzərinə stəkan yarım şəkər tozu əlavə edirik və 3 ədəd yumurta əlavə edib bunları çəngəllə əzirik, qarışdırırıq və qabartma tozu əlavə edirik. 3 stəkan un əlavə edirik. Bunların hər birini qarışdırıb xəmir yoğururuq. Xəmirdən isə 1 stəkan təxminən saxlayırıq, qalanı isə əlavə edirik. Həmin saxladığımız xəmirin üzərinə 1 stəkan da un əlavə edirik və onu soyuducuda təxminən 1 neçə dəqiqə saxlayıb bərk halda olandan sonra xəmirimizin üzərinə əlavə edəcəyik. Xəmirimizin üzərinə cəm əlavə edirik və həmin soyuducudan çıxartdığımız xəmiri körkədən keçirib əlavə edirik. Və budur, piroqumuz hazırdır, pişəcək, hər kəsə nuş olsun.